Mikromobil nəqliyyat vasitələri, xüsusilə elektrikli skuterlər şəhər həyatının ayrılmaz hissəsinə çevrilib. Sürətli, əlçatan və ekoloji baxımdan səmərəli olan bu nəqliyyat növü bir çox hallarda tıxacdan yayınmağa imkan verir. Lakin bu rahatlığın fonunda getdikcə artan bir problem ortaya çıxır. Gətirib orada saxlasınlar, özdəki nizamlı saxlayırlar. Gəlirlər, biri belə qoyur, biri belə qoyur. Axı, bu nəyə lazım? Yanından sürətdən fitilləyib keçirlər, diqqət eləmirlər. Sürət hədləri də çox yüksək olur. Ona görə əlbəttə Özləri də bir gün o səkidə yeriyən piyada ola bilərlər. Özlərinə də bir gün maneə olacaq bu. İstifadə edirsə əgər, saxlama eləni saxlamağa da yaxşı. Çünki ayaq altında qalır. İstərsəməz şəhər də pis göstərir, yəni turistlər də pis görünür istərsəməz bu şey. İstifadə müddəti bitdikdən sonra skuterlər çox zaman səkilərdə, piyada keçidlərinin yaxınlığında və ya yolun kənarında, yəni heç bir parklanma infrastrukturu olmayan ərazilərdə saxlanılır. Bu isə piyadalar üçün əlavə çətinlik və şəhərdə nizam-intizamın pozulmasına səbəb olur. Skuter xidməti göstərən şirkətlər problemin miqyasından xəbərdardır. Onların əməkdaşları gündəlik olaraq nizamsız şəkildə buraxılmış skuterləri toplayaraq yenidən nəzərdə tutulmuş dayanacaqlara qaytarırlar. İstifadəmizdə olan sosial şəbəkə vasitələri ilə həmişə çağırışlar eləyirik ki, saxlamayın orada insanların hərəkətinə, avtomobillərin hərəkətinə maneə törətməyin. Amma təəssüf olsun ki, bizim bu çağırışlara müştərilərin əksəriyyəti baxmır və bizə də çox çətinliklər yaradır. Elektrikli skuterlər müasir şəhər həyatının simvoludur. Amma bu simvolun arxasında mədəniyyət, qayda və ictimai məsuliyyət dayanmalıdır. Əks halda bu nəqliyyat rahatlıqdan çox xaosa səbəb ola bilər. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Bakıda mikromobilliklə bağlı təhlillər aparılır. Əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur və operatorlara təqdim olunur. Skuter istifadəçiləri yalnız həmin parklanma məntəqələrində skuterləri aktiv və deaktiv edə bilərlər. Hazırda paytaxtda mikromobillik vasitələri üçün 439 parklanma məntəqəsi müəyyən edilib. Qasım Xuluflu, Rüfət Əliyev, İTV Xəbər.